Suraxanıda Aşura günü münasibətilə ənənəvi qan vermə aksiyası keçirilib. İyunun 25-də Aşura günü münasibətilə Suraxanı rayonunda yerləşən Qaraçuxur məscidində ənənəvi könüllü qan vermə aksiyası təşkil olunub. Aksiyaya qoşulan hər bir donor əvvəlcə həkim hematoloqları tərəfindən tibbi müayinədən keçirilib. Müayinənin nəticələrinə əsasən donor olmasına tibbi göstəriş olan şəxslərdən qan götürülüb. Təxminən 500 nəfərin iştirak etdiyi aksiya çərçivəsində 150-dən çox donor qan verib. Toplanan qan ehtiyatı laborator müayinələrdən keçirildikdən sonra talasemiya, hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq. Suraxanı rayonunda Aşura günü münasibətilə təşkil olunan bu ənənəvi humanitar aksiya cəmiyyətimizdə xeyriyyəçilik, həmrəylik və sosial məsuliyyət dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.